Salam, region psixoloqlarının işə qəbul imtahanında dünya görüşündən istifadə olunmuş test tapşırıqları ilə tanış olaq. Sual 1. Aşağıdakılardan biri Üzeyir Hacıbəyovun operası deyil. A bəndi Əsli Kərəm, B bəndi Firuzə, C bəndi Harun və Leyla, D bəndi Şah Abbas və Xurşud Banu, Y bəndi Sevil. Əsli Kərəm, Firuzə, Harun və Leyla, Şah Abbas və Xurşud Banu Üzeyir Hacıbəyovun operalarıdır. Lakin Sevil operası Fikrət Əmirovundur. Deməli, bizim buradakı cavabımız Y bəndidir. İlk üzv olduğumuz regional təşkilat hansıdır? BMT, ATƏT, Qoşulmama, GUAM, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı. Bizim düzgün cavabımız ATƏT-dir. İlk üzv olduğumuz regional təşkilat ATƏT-dir. 1992-ci il 30 yanvar tarixində olub. Deməli, düzgün cavabımız B variantı. Növbəti sual. Aşağıdakılardan biri orden deyil. Deməli, A bəndi İstiqlal, B bəndi Şah İsmayıl, C bəndi Azərbaycan bayrağı, D bəndi Şöhrət, Y bəndi Qızıl Ulduz. İstiqlal, Şah İsmayıl, Azərbaycan bayrağı, Şöhrət bunlar ordendir. Qızıl Ulduz isə orden deyil, medaldır. Bundan başqa Vətən uğrunda igidliyə görə tərəqqi medalı da var ki, olar ki, variantlarda o da düşər. Onu da yadımızda saxlayaq ki, Vətən uğrunda igidliyə görə tərəqqi onun özü də medaldır. Bizim düzgün cavabımız Y bəndi. Dördüncü sualımız. Aşağıdakılardan biri fərqlidir. A bəndi Yusif Məmmədəliyev, B bəndi Lütfizadə, C bəndi Səttar Bəhlulzadə, D bəndi Xudu Məmmədov. Deməli, bu variantlardan üçü alimdir, biri isə rəssamdır. Yusif Məmmədəliyev kimya üzrə, Lütfizadə bildiyimiz kimi süni intellekt və ya qeyri-səlis məntiq, Səttar Bəhlulzadə isə rəssamdır, Xudu Məmmədov geologiya üzrə. Deməli, bizim cavab variantımız Səttar Bəhlulzadə. Hansı bədii filmimizdə Novruz bayramı adətləri ilə təmtəraqla qeyd edilib? Dəli Kür, Neft və Milyonlar səltənətində, O olmasın, bu olsun. Burada O olmasın, bu olsun, Mavi dəniz sahilləri. Bizim düzgün cavab variantımız Dəli Kür. Onda Novruz bayramı adət-ənənələri təmtəraqla qeyd edilir. Bundan başqa əlavə edə bilərəm ki, digər kinoların da bizim tariximizdə önəmli rolu var. Belə ki, Azərbaycan kinosu dünya ekranına ilk dəfə olaraq 1945-ci ildə Arşın Mal alan film olaraq dedik. İkinci Dünya müharibəsində və arxa cəbhəni əks etdirən filmlərimiz var. Bizim Cəbiş müəllim, Şərikli çörək və tütək səsi, İlk səssiz Azərbaycan filmi Neft və Milyonlar səltənətindədir. İlk səsli Azərbaycan filmi Mavi dəniz sahillərində. İlk rəngli Azərbaycan filmimiz isə O olmasın, bu olsundur. 1956-cı ildə səhv etmirəmsə. Növbəti sualımız. Dövlət hakimiyyəti hansı qollardan ibarətdir? Azərbaycan parlamenti, hökumət, məhkəmə hakimiyyəti. Hər üçü doğrudur. 1, 2, 3. Düzgün cavab ilə C variantının özü. Azərbaycan dövlət hakimiyyətimiz 3 qoldan ibarətdir. Parlament, hökumət, məhkəmə hakimiyyəti.